Salam qızlar, hər vaxtınız xeyir. Kanalımıza xoş gəlmisiniz. Səhər tezdəndən bacınız eləmədi tənbəllik, uşaqları məktəbə yola salandan sonra kişiyi qoltuğuna vurdu, getdi bazara. Bazarı yığışdırıb evə gəlmişəm. Dedim ay kişi, hoy elə mənə. Bu çoyğunda məni qoyma yolda izlə, gəl məni götür, gətir. O da sağ olsun. Nazımı çəkdi, getdik bazara, bazardan Allahsı şeylərimi aldım, nələr almışam, nələr xanımlar. İndi sizlərlə birlikdə açacağıq, baxacağıq, oy verəcəyik. Səhər tez-tezə hərəmiz bir stəkan çay içdik, süfrəmizi sildik, stəkanımız burada qaldı. Qaçdıq, getdik, alış-verişimizi etdik. Dedi, nə istəyirsən onu et. Bugün xətrinə dəyməyəcəm sənin, bilmirəm niyə. Dəsmalları xlara qoydum tez bazar səhər ertə. Ondan sonra da ki, çayımızı içdik, yollandıq. Hələ uşaqlar məktəbdədir. Bu da mamam göndərən zoğal mürəbbəsidir. Elə orada qalıb stolunda. Bunu da xaladenika qoyaq. Əlim elə bir ki, şıra oldu. Baxın, nələr almışam. Nələr almışam, nələr. Elə alıb, töküb buraya qoymuşam. Qismət yəni boşaltdı. O getdi işinə. Mən də getdim, üstümü başımı dəyişdim. Gəldim, elə indi sizlərlə birlikdə bunu bir-bir açacağıq. Bəzilərini yarı-yarımçıq almışam ha, öz aramızda. İndi alış-verişimin axırında belə aldım. Çünki pulumun artıq damcısını xarışladım. Bu il bilmirəm, özümə yaman divan tutdum. Özümə çox pul xərclədim. Yəni belə ev əşyaları hamısı qab-qacağa pul vermişəm. Qız, xeyir olsun. Xeyir olsun deyəsə nəsə yaxında yeni ildən sonra, nə bilim. Hələ ümidlənməyin, ha, elə deyirəm. Allah hər birimizin ilimizi düşərli eləsin. Bəlkə 2026-cı il mənə düşür. Evli, eşikli oluram. Nə demək olar? Baxın, buna ehtiyacım var idi. Kiri paltarları yığmaqdan ötəri. Onu aldım. İstəyirdim ki, bax, buraya avaşinoy konteyneri almaq, onu da tapmadım. Yoxdur, ərşə çəkilibdi. Elə bil bazarda məni gördülər. Baxın, bunları aldım. İndi telefonumu yerləşdirim. Birlikdə hamısına tək-tək baxaq. Ondan sonra günümüzün axarına davam edərik də, görək. Nə qədər çəkəcəyik, nə qədər çəkməyəcəyik. Belə bacılar. Bunu da ayaq altı üçün almışam. Birinci nədən başlayaq? Bundan başlayaq. Mənim çayda, duzda qoyduğum şkafın üstündə plasmasım artıq o biçim olubdur. Ona görə yeni ilə təzəlik olsun deyə belə şüşədən olanı aldım. Keramit düzü birini aldım, maşına gəldim. Yaxşı ki, açıb baxmışam. Baxanda gördüm, sınıq yerləri var. Təzdən də fikirləşdim ki, nə? Mənim hələ uşaqlar balacadır. Bu keramiti tez qıracaqlar. Bu şüşədir. Belə duzdan ötəri, çaydan ötəri şüşə qab aldım. Tam çıxardım, göstərim də. Baxın. Belə bir taxtanın içindədir, belə deyim. Duzdur, çaydır, pisoqu. Tökürsən, qəşəng yerləşdirirsən, stolun üstündə durur. Bunların hamısı bir-bir tək-tək yuyulmasıdır. Bunun qiymətini aldım 3000 tengəyə. Biraz boşalım. 3000 tengəyə aldım. Baxın, belədir. Krışqası belə bu cür. Bunu elə stol üstünə aldım. Çaydan, duzdan içərim. Buna da bidirlərimizə var. Burada aldım. Bu belə geçsin. Yeni il gəlir, salatlar çox edəcək. Belə saxlama qabım yox idi mənim. 5 dənəsi birlikdə olandan idi. Bunu aldım. Bu çox lazım olur. Heç
Hər dəfə lazım olur da, belə deyim. Ondan aldım. Pulumun axırına çatdı, hə, bu boşqablar. Boşqab aldım. Axırına çatdım deyə belə 3 dənəsini aldım bu böyükdən. Amma bundan artıq almaq istəyərdim. Qəşəng plov, ət qovurması qoymaqdan ötəri belə ağ rəngidir. Mənim keçən dəfə aldıqlarım yaşıl rəng idi, amma keşke yaşıl olsaydı, yaşıl alardım. Ağ idi, mən də daha bundan götürdüm. Təzə boşqablar aldım. Ondan burada da belə bu cür tarika aldım. Bunu 10 dənə aldım. Dedim bu hər dəfə istifadə olunur da, baxın belə. Bunu 10 dənə aldım. Belə bu cür. Ondan nə aldım? Bu xırdanı 10 dənə alandan sonra gördüm biraz pulum qalıbdı. Dedim bunu da qaytarmayayım və gəlmişkən alım. Bu da salat qoymaqdan ötəri, nə bilim belə uzunsov olanı aldım. 2 dənə pulum ikisinə getdi. Yəni axır uxuruna bu boşqabları aldım. Yəni fikrim yox idi düzü boşqab almağa. İsmət də dedi ki, gəlmişsən daha nəyin var onu al. Ondan sonra da ki gəlib alarsan, yəni artıq istəsən gəlib alarsan ondan. 2 dənə 2 karıbqa sok stəkanı aldım. Sok stəkanları da baxın belə bu cür stəkanlardır. Burası zərli, belə bu cür sok stəkanları aldım. 2 karıbqadır. İkisi də eynidir. Baxın belə. Bunun paçkasını 2500'e aldım. Sok stəkanını. Bu uzunsov boşqabı 1500'e deyirdi, 1200'e aldım. O balacanı, neçə aldım balacanı? 600 tenge aldım balacanı. O yekə aş üçün dediklərimi də ki, almışam. 1800'e deyirdi, onu da 1500 aldım bir dənəsini. Bahadır mı? Bax, məncə bahadır nə? Yox, 1500'e yox. Onu ucuz verdi, yox. 1500 səhv dedim. Onu ucuz verdi. Bir də ki, burada nə almışam? Bir buna baxın. Bütün evə aid olanları almışam. Evə aiddir hər şey. Mənim o aldığım qoz sındıranım da əlhəmdülillah oldu. Baxın, indi də get beləsini almışam. Bu lap ağırdır. Özə dədə baba qoz sındıranıdır. Baxın, qəşəngdir. İndi də getdim 2 dənə beləsi aldım. O dediyim var idi, dedim. Ağırdır, keyfiyyətdə çıxacaq. O da keyfiyyətsiz oldu. Bir dənə belə çörək qabı aldım. Allah qazancımıza bol bərəkətli etsin. Bu yaxşıdır. Krışkasını da ağzına qoyursan, çörəyi də dilimləyirsən, qoyursan stolun bir tərəfində durur. Bir dənə belə çörək qabı. 150 tengim var idi, qaytarmadı. Onu da bir dənə belə bıçaq verdi, balaca. Bunları nəyə aldım bilirsənizmi? Bunları düyüdür, makaron da tökürsən, mən bankalara tökmüşdüm, şkafın içine qoyulur bunlar. Mən bankalara tökmüşdüm, amma belə şey istəyirdim. Çoxdandan istəyirdim, amma belə şeylərim olsun. Ona da axırı getdim aldım. Bunun içine doldurursan, bir 2 litrik düyünü, makarondur, kreçkadır, pesokdur, şkafın içine yerləşdirirsən, səliqalı olur. Bundan 4 dənə aldım. Bundan 4 dənə aldım. Amma bir ikisini də yenə ala bilərdim. Bu da bəsdələ, buna da şükür. Bu yəni hamısı eynidir. Bunu tək-tək açını göstərməyim. Hamısı da baxın bundandır. Bunun birini neçə aldım? Plasmasları var idi. 1500 tengiyə. Bunu mən 1800 tengidən aldım, amma şüşədir. Plasmaslar elə bir işləndikcə rəngi solur mu? Mənə elə gəlir. Mənə dedilər ki, bu daha çox xit gedən budur. Bunu aldım. Bir dənə termos aldım. Termozdakı nəyə görə istəyirik? Biz termozu belə qarlı günlərimiz olur. Soyuqlu havalarda dağa gedirik. Arada bir axşamüstü olur. Nə bilim, belimizə qonanda uşaqları da götürürük, dağa gedirik.
Dağa gedəndə də qarda, soyğunda nə gedir? Qəşəng pürrəhli çay gedir. Termosu da ona görə aldıq ki, nə? Belə bağa gedəndə bizə lazım olur da belə termos aldıq. Ən çox da qismət istəyirdi belə bir şeyi. Bunu aldıq. Vallahi qızlar, sözün düzünü desək, həftənin 2 günü də olsa gedib işləyəndə ürəyim istəyən şeyləri ala bilirəm. Yəni tək bir kişinin muduna qalanda vallahi çətindir. Adamın krediti olur. Həyat budur. Hər kəs daha kreditlə yaşayır. Krediti olur, evin kirəsidir. Ona görə alınmır, amma mənim özüm gedib işləyəndə istədiyim şeyləri belə alıb yarada bilirəm. Əvvəllər düzü qıtımçılıq edirdim. Daha gördüm, yox. Belə pulu tutduqca, qıtdıqca daha da qıtlaşır. Amma belə xaricləyib aldıqca olmayası yerdən, elə gözəl yerdən bir xəbər alırsan, elə gözəl yerdən bir pul məbləği eşidirsən, yəni işləyib eşidirsən, yox, kimsəyə vermir, hə. Elə gözəl işlər qarşına çıxardır adamı, yəni qazanırsan, istədiyin şeyləri də ala bilirsən də, belə deyim. Burada da nə aldım? Qapının arasına belə bir daruşka aldım. Çöl tərəfdə var, içəri tərəfdə də var, düzü yaxşı deyil, artıq kirlənibdir. Ömrü gedibdən 3 ildir yazıq işləyir. İndi bunu da içəri tərəfə aldım. Uşaqlar işdən gələndə çöldəyinə ayaqlarını silərlər, içəri də girib bunun üstündə soyunarlar, səliqəli olar. Bir də belə şotku aldım. Hamam otağı üçün lazımdır belə bir şotku. Var idi, amma köhnəlibdir. Bir də ki bunu aldım. Kirli paltarları qoymaqdan ötəri səbəb. İndi bunların hamısını gərək ki yuyəm. Yuyub təmizləyəm, ondan sonra yerləşdirəm. Aldıqlarım bunlardır bacılar. Bunları aldım. Allah hər kəsin qazancını xeyrə qismət etsin. Evində xeyirli işlər görək inşallah. Nədənsə cinim qondu. İstədim ki biraz özümə maya qoyam. Yəni özümə də deyəndə qabımı, qacağımı biraz dəyişiklik edəm. İstədiyim şeyləri alam. Düzü valla o plasmaslar orada durur orada. Onun 3 ildən çox da alıb işlədirəm. Mən də istəyirdim belə gözə çarpımlı bir şey olsun. Qəşəng şeylər istədim. Nə olsun, kirədə yaşayıram. Yaşasam da ömür gedir. Adamın ürəyində istədikləri şeyi həyata keçirməyəndə də olmaz valla. Ona görə getdim bunu aldım. Düzü demirəm, keramit almışdım. Keramit də maşında baxanda gördüm qırılıb. Mən də dedim uşaqlar qışqasını açıb örtdükcə birdən belə dəyəndə çarx düşür də. Ona görə dedim qalsın hələ keramit. Keramiti də öz elimizə alarıq. Bu da yaxşıdır. Elə pis görünmür, deyil mi? İntası içinə nə tökürsən onu görünəcək. Belə, indi gətirim çay qoyum. Zaryadka yığım. Zaryadka yığmasaq olmur. Tez-tez getdik. Alışverişimizi etdik. Ondan sonra da ki gəlib məni atıb evə, özü getdi işinə. Deyir, elə tülküsən, deyir. İşini bilirsən, deyir. Elə bir yazıq, belə durub dedim ki, nə, gəl məni qoyma bu çoyğunda, yağışda, qarda, boranda. Apar, gətir məni. O da dedi, daha yaxşı gedək. Səhər ertə tezdən qaçıb getdik. Çayımız qaynayana tam dəsmallarımızı yuyaq bizdə. Bunları da qoymuşdum bunlara. Qab yuyuram bunlarla. Müntazımın rəngi saralıb belə döydü. Qab stəkan yudiklərim idi. Rəngi dəyişilibdir. Əvişdi tez qızlar dedim çayı içənətən xlora qondular. Qalsın xlorda mən gələnətən. Bir də ki evin skamlarının 4'ünü qoymuşam. Stağa xlora. Onları da yəsiyəm indi. İndi deyin görüm, siz yeni ildə nələr aldınız, nələr təzələdiniz. Bizi valla qismət yenə mənə dedi ki, nə? Orada yolkalara baxdım. Dedi gəl almaq istəyirsən al ilə. Dedim yox qalsın bir yolka. Bahadır deyəndə biz tərəfdə ucuzdur Azərbaycana baxanda yolkalar.
metra 80 santimlik 165 manatdır biz tərəfdə. Sizin pulla. Mən dünən pulu çevirdim, baxdım. Bir xanım video çəkirdi. 2 metralıq 30 santimlik 300 manatdır dedi. 300 mü 350 manat mı demişdi. Amma mən baxdım, soruşmuşdum 2 metre 30 santimlik sizin pulla 180 manat 190 manatdır. Yani ucuz da deyil, 180-190 manatı qazanmaq asan deyil manat olaraq deyəndə. İndi nə bilim dedim, bir belə qabıma qacağıma verim. Gələn imkan olar, alaram. Sağlıq olsun. Salana bazara getmişik ya qızlar. Gene o turbaya zər demişdim alacağım, çılpaq qalmasın deyə. Onu da almamış gəlmişəm. Gene elə qalıbdı. Yadımdan çıxdı. Həm də qismət işinə gedəsi idi deyil. Ona görə yadımdan çıxdı sözün düzü. Tələsi aldım. Avaşın konteynerdən ötəri getmişdim. Ən çox da o plasmas olur 3 mərtəbəli. Onlardan ötəri getmişdim. Onları da tapmadım. Var idi. Kobudları var idi. Ona görə də ki almadım onlardan. Belə çölü göstərim sizə, görün nə qəşəngdir. Görün nə gözəl qar yağır. Nə qəşəng qar yağır biz tərəfə. Belə qarda gəzmək nələrə deyirsən dəyir də. Həqiqətən hardan çəksəm qəşəng görünər sizin üçün bu qar. Çöl, bayır biz tərəfdə əladır. Elə gözəl, xoşdur hava. Çoyğun da dedim bayaq. Yəni ki soyuqdur, amma şirin soyuqdur da, belə kəsici, dondurucu soyuq yoxdur. Güllərimin də maşallahı var. Mən buranın rezinini bağlayandan sonra yazıqların tomurcuqları dayandı, tökülmədi. Sən demə, belə soyuq hava vururmuş çöldən. Bunlar da açıbdı. Tökülmüşdü bunun tomurcuqları. Buradan yenə uzanmaya başladı. Bir xanım yazmışdı mənə ki, orxideyam açmır. Nə edə bilərəm? Orxideyanı biraz qorxutmaq lazımdır. Əgər kökləri sağlamdırsa, bol kökləri varsa da sərin yerdə 1-2-3 gün saxlayıb, ondan sonra isti yerə gətirəsən, onda belə coşur, açmağa başlayır. Bir də burada udabreni hazırlamışım güllərimə. Bu dinlənmiş sudur, elə sudur. Burada sarımsaqdır, biraz kartoşkadır, bir də ki limondur. Atdım. İndi bununla bunu qarışdıracağım, orxideyalarımı sulayacağım. Ha, bir də bir bacı yazmışdı ki, pul gülümü nə edə bilərəm, inkişaf etsin. Mən o yorumlarına da yazdım, yəqin ki, ya oxuyub, ya oxumayıb. Səsli mesajımı atmışdım, bilmirəm. Pul gülü əgər inkişaf etmirsə bacı, onu sən buda, torpağını dəyiş ilə sərin yerə qoy, bol-bol bicləyəcək, onda qəşəng alınır. Yəni, belə gözəl böyüyür. Mənim də var idi pul gülüm, amma xarab olubdu. 2 ildir. İndi istəyirəm bu il alam. Gözəl görünür, deyil mi ay qızlar? Qar görünən narin yağır. Belə qarda gəzmək nəyə deyirsən dəyir. Belə günümüzə bol-bol xarışlamaqla, bol-bol alış-veriş etməklə başladıq. İsmət deyir, qudurubsan, nə gizdirsən, bu aralar yaman deyir, pul xarışlayırsan. Onu da xoşdur, belə alış-veriş etdiysən, düzü xoşuna gəlir. Daha demir ki, olmaz bu belə. Demirəm, həqiqətən düz sözdür, qızlar. Pulu nə qədər sıxırsan, sıxdıqca elə bil sıxılır, artmır üstünə. Amma ki, belə xarışladıqca üstünə daha da qəşəng gəlir. Üstünə artır xarışladığın pulunu. Bir izləyicim də soruşmuşdu, mənim bu naborumu deyirsən neçə almışdın? Biz tərəfdə 38 manatdır. Sizin pulla mən almışdım bunu 22 manata. Qismət almışdı birini ad günümdə, daha getdim birini də aldım, dedim istər çaşqaları az da çox olsun. Belə bacılar, aldıqlarımı göstərdim. İndi videomu dayandırım, çayımı içim, ondan sonra görüm nə edəcəm, sizlərlə bölüşəcəm.
Dedim boş durmayayım. Çayım hala qaynamayıbdı. Qaynayanatan bunları tez-tez yuyum aradan çıxsın. Suyu dərləndən sonra atapleniyaya söykəyəcəm. Atapleniyada tez quruyar. Bu ikisində rengi çıxan şalvarla oturulmuşdu deyə qapqara olmuşdu. Elə bir kir kəsmişdi, amma kirli döydülər. Bunların çoxsu da kirlənməyibdi. Renkli şalvarla oturuldu deyə belə rengi çıxdı şalvarın. Xlorlu, paraşoklu su ilə stağa qoymuşdum. Bir dəfə də şotquladım. İndi feri tökəcəm, belə kövrüsün qəşəng. Feridən də qap şampunu da kövrüsün. Ondan sonra büyük doğrayarım. Skamları yudum, başım qarışdı. Çayım qaynadı, soğudu. Balalarım gəldi. Nə tərsin, ağız keyfiniz. Balalarım gəldi, indi balalarımla birlikdə çayımı içərəm. Nə edirsən ayəli? Acmışım özümə yemək pişirim. Acmışam bir özüm yemək pişirim. Pankek edir qızlar, tez-tez. Ali özünə pankek hazırlayır. Elə də gözəl, qəşəng hazırlayır ki, bilirim artıq. Bibiləri, xalaları yumurta da düşmüşdü. Yumurta da düşmüşdü. Ali bir yavaş iş görsənə. Yesirsən mən qoxunu yiyirəm. Bax, buralara bir dənə çörçök düşməsin. Sevirəm də səni, sevirəm. Bax, çörçök düşməsin buralara. Mamanız yazıqdır. Yaxşı mı? Yaxşı. Əl çəkmədin mi sən də? Əl çəkim? Əl çək. Dörtünə də açılmır, əvvəl. Bloklarını yaxayım. Ay Ali. Nə istəyirsən? Mən verim mi? Əyləsən qadına. Al görüm. Çox sağ ol. Ana, anacan nə deməkdir? Anacan bir anacan. Anam. Alixan. Çay istəyirsən sən də? Hə? Məktəbdə heç nə vermirlər yeməyə, içməyə. Verirlər, amma siz xoşlanırsınız. Həmin bilirsən, maymaların yeməklərinə tədbirlər. Nə bax, kotleti edirlər. Kotleti marazinikdən çıxardırlar. Həm bilirsən, onun içinə çorba xleb yavaş ötürür. Belə cibli tökürlər. Daha işte daha da ne olsun. Çox olsun. Hə, tipa çox olsun. Elə ona görə də ki. Ona görə də şaxların qarnına ağrıyor. Nedavno şax onun seçiz petisi aldı. Sonra şey elədi, ürəyi bulandı. Sen bildin hocam ne vardı. Sonra mesela her şeyi gördüler. Bir zaman Bahtiyar bana dostum Katolik Türk'tü. Как-то yedi o yemeği yedi. Потом da o da kalktı. Ona da плохо статилерdi. Потом da öyle gitti. Elə mi oldu? Ne der demek? Yani məktəbdən yemək yemirlər bizimkilər. Gəl çayını süzdüm. Buradan mı içirsən? Burada. Havaları yandı koyuyorsun değil mi? Onlar da kurmaz. Nahaca. Bildin mi? Просто yemeğler, просто şahın özü işitserlerdi. Yesin mi yoksa yemesin. Müəllimlər də deyirlər yiyin. Özleri de bilmirler. Anlasın ne? Müəllim bir fraz özü yedi ki sразу gitti kalktım. O лицоsu öyle pis oldu. Niyə? Потом kalktım dedi ki mən istəmirəm bu yeməyi çox sevdim. Gitti обратно потом сдательно. Ali xaladini pört. Bağırır, çığırır. Sən içmirsən Ali? Yok abi. Ali'nin şotuna pankek yiyəcək biz indi birazdan. Ali bir nasıl zaplatit elədi mi? Nəyə? Pankek. Qatıralım. Ay mama okula gelmiş mi tutarım? Çık bakalım. Qutardan elə. Давай deyim. Ali biraz tez-tez edir. Большой пакет.
Belə bacılar, nə qədər çəkdim, çəkmədim bilmirəm. Çox uzun da olanda videomuz yüklənmək biraz gec olur. Bunu istəyirəm, yükləyəm. İmkan olsa bugün ayrı bir videoda başlatam. Görüm, ev işlərindən məşğul olaram, ya nə bilim nəsə etsək, sizlərlə bölüşəcəm. Amma bunu burada sonlandırım mı deyirəm? Yoxsa mənim cücələrimin pankekini görəsinizmi deyirəm? Əstirə çevirdim. Haradadılar onlar da baxın. Biri-birlərindən didişə. Daha bunları dəyişirik. Yavaş, incə düzəlsin. Не давай, bu мусором gidecek. Же мама повестили же, это маленькая, маленькая. Hə? Же мама повестили же. Niyə? Потому что her мушечка готовить elə bilmir, değil mi? Sən jına sevinəcək eləmi? Öz Benim aramızda. sekreteriyada Heç- aramızda gülmeli. Heç utanmır, hə. Ruslar kimi elə açıq danışır. Heç belə çəkirim Подороги взяли на Sinişki. Acıq tök, saxarı çox tökmə, az Ama şirin. Birini töktün, bir də palavinasını tökünə. Çox şirin içməylə. Sonra olsa resepti diyeceğim. Reseptini olsa deyəsən. Xalalar bilirsən, pankek nə tər hazırlanır, bilirəm. Bərk tutunca yeri göyə təpələyəsən. Rahat olma şef oldum. Şefa versin. Ya ben başka stomatolog olacağım. Просто özümden prost pişirə bilirəm. прошлый раз займа. Bir də oxumağa zagey verəsən, pişirə biləsən, deyil mi? Üniversitelerden ama oradaki şeyler, kuartiyer kimi bir şeyler verirler. Daha özüm Aha. sor. Мама, прошлый раз зали как-то молоко забыть надо oraya tökmeyi. Kefir töktüm o üstüne. Alındı mı? Alındı mı Ali? Belə, elə belə. Yaxşı olmadı mı? Nasıl görünə göz altına neyse oldu. Baxın. Maşallah, hadi sən bilirsən işini. Buna baxın qızlar. Görün nə gözəldir. Mənim oğlumun pankeki. Halili o pankekleri öyle смести. И когда эляжек, Али, все sən- панкеки. Bunu aşağı qoy. Stoldan qaldırmıyorsun. Kim səsə gəlin anama qonaq pişirir. Anama qonaq gəlindir, pişirəcəm sizə də pankek. Ну, прям хорошенько похоронили, чтобы прям панкейк. А в прошлый раз Elə mi? tökme. Ona qabartma tozu tökdünmü? Ne? Biraz belə qabarsın da qəşəng olsun. Ne? Qabartma tozu. Ay, mən rus dilində demirəm da, nədən verəcəm oxuyla. Adı nədir? Rus dilində sən yaxşı dəyilsən. Abi soğuk ne yapacağım yoksa? Хотя ben de koyacaksa saat göstereyim. Bir dənə tökdə söndür. Bax, oxu gör. Bu nədir? Mən bunu oxuyam. Разрыхлитель. Hə? Разрыхлитель. Hə, bax ondan. Ondan da tökdə də bir dənə. Bir dənə də soylat. Amma bulam oraları. Nədən? Çay. Ele getirdim. Ay, çok yok dedi, küçük düşürsün. Çay döktü. Neyse, benim oğlumun pankeki çaylı pankeki oldu. Akıl var. Ali babası çay döktü. Çayın tozuna bak şimdi ne ter diyorlar. Hiç Novanday'dan geldi. Sen de desek dursan şef bulursun. Hiç Novanday'dan bir defa oldu. Bir defa oldu. Pankeki gösterərəm onda qoy hazırlasın. Oğlum şef power olur. Görün bibiləri, xalaları. Oğlumun əl işinə baxın, görün nə gözəl pankeklər hazırlayır. Akuratını et. Yanaqları da qızarıb. Bəri bax görüm. Akuratını et. Artıq axırıncı da deyə bilə balaca olur. Dibini də sıyıraram mən yaxşı Sen bana. bilirsen bir faktı. Amerika'da kim ondan en cigri pankekti. Технология у девочек, да, художественного труда. Hı. Doyma. Nədir? Zavarkadan da. Zavarkaydı bayağı xatda. Amerika'da kimden en cigri pankek olan da художественный труд девочка. Tot позорно считаться. Niyə? Ну, zато düzgün pişirə bilmir, değil mi? Baba ayakkabı. Nasıl grafları kızarına? Ez bak kızarsa bunu уже təmiz lazım. Koy ben çıkıldı göreceğim, чтобы daha da güzel olsun. Ну, 3-5 saniye. Eləmi?
Örgədir bax. Örgədir. Hop. Biraz artıq qızardı, elə mi? Biraz artıq oldu. Sıranım ne yapsan gönə gözəl oldu. Bu metodla. Əllərinə sağlıq. Belə bacılar. Qarımız qəşəng yağır. Videomu burada sonlandırım. Sizlərlə sağollaşım. Yeni videolarımızda görüşmək diləyilə. İndi birazdan nə iş görsəm yeni bir video başladacağım. Sizlərlə sabah onu paylaşacağım. Mən də qutardım. Sabah da deyirəm, indi o birisi günü yəqin ki. Yəqin Allah qoysun, nə zaman izləsəniz paylaşmış olacağım. Mən də Öpürəm hər birinizi, sağ olun. bay bay.